Qadınsan dedilər, bacarmazsan, amma mən bacardım. Qadınsan dedilər, bacarmazsan, amma mən bacardım. Mən ilk dəfə mexanizatora həvəsin yerlənmək istəyən vaxtı mən kətdə, eldə, qohumda hamı qınadı ki, qadınla mexanizator olmaz. Amma məni qınayırdı ki, bu işin ötəsindən gələ bilməyəsən, eləyə bilməyəsən, qadın işi deyil bu. Mən çox həvəskar idim. Bu işdə məni atam dəstəkləyib. Anam razı deyildi, amma atam rəhmətlik dedi ki, qoy həvəsə hansı peşədirsə, qoy o peşə ilə işin davam elətdirsin. Mən bu sənətə sevib gəlmişəm, həqiqətən. Əvvəllər çox çətin idi. Mənim heç bir köməyim yox idi. Bu işlərin də hamısını əllə eləyirdik. 25 ildir mən əkinçilik sahibkar qadınam. Arpa, buğda, qarğıdalı əkinlə məşğulam. Özüm nə düşündüm, nə fikirləşdimsə onu da axıra qədər həll elədim. 1973-cü ildən indiyə qədər kənd təsərrüfatı içində işləmişəm. Pambıqdərən, ondan sonra becərməsində, şumunda, hamısında iştirak eləmişəm. Özüm bu fermer təsərrüfatı dişim dırnağımla yaratmışam. Qapımın, heyvanın, malın qarasını satıb yer şumlamışam, texnikamı remont eləmişəm. Qadın fermeri çox çətin bir işdir. Ya hər qadın, yəni hər kişi bu işləri bacara bilən deyil. Amma inanın, mənim səbrimə görə, mənim əzmimə görə mən bu işləri bacardım. Qadın üçün çox çətin peşədir, həqiqətən. Sözün əsli mənasında. Onu hər qadın davam gətirə bilməz. Texnikaya olan sevgim məni qoymadı ayrılan bu peşədən. Qadın çox güclü qüvvədir, həqiqətən. Həvəsin varsa, hansı çətinliyi olur olsun, sən o sinə gələsin. Mən özümü tutub bütün Azərbaycan qadınlarına, qızlarına deyirəm ki, peşəni, bir sənəti, o demək deyil ki, hamı ali təhsilli olsun. Nəyə həvəsin varsa, o işin dalıcan git. Bu orden medalların hamısını mən əlimin qabarı ilə, alnımın ax təri ilə qazanmışam. Texnika ilə qazanmışam, əkinçiliklə qazanmışam, təsərrüfatla qazanmışam. Mən bu işləri bütün qadınlara, evdə oturan xanımlara da tövsiyə edirəm. Qorxmasınlar, çəkinməsinlər. Yəni çox həm maraqlı, həm də biznesə uyğun işdir. Buradan özümü tutub bütün Azərbaycan xanımlarını, başda vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaq şərti ilə bütün xanımların 8 Mart Beynəlxalq Qadınlar Bayramını təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzu edirəm. Birinci bu bayramda 8 Mart mənim ad günümdür. Bütün qadınları 8 Mart Qadınlar Bayramı münasibəti ilə təbrik edirəm. Bir də arzu edirəm ki, onlar heç birisi çəkinməsin. Heç bir problem yoxdur. Çalışsınlar ki, kimin ürəyində nə arzusu var, onun dalınca getsin.